2026-cı ildə rəqəmsal olaraq bir brendin çıxardılması və yaxud da ki, rəqəmsal olaraq bir brendin var olması fiziki olaraq çıxardılan digər brendlərə baxıldıqda olduğu qədər asan və sərmayəsiz iş modellərindən biridir. Rəqəmsal olaraq brend çıxardanların sayı olduğu qədər artıb. Çünki sıfır sərmayə ilə, sıfır büdcə ilə yaradıla bilən yeganə brend və növlərdən biridir rəqəmsal marketinq və yaxud da ki, rəqəmsal markalaşma. Və bugün isə sizlərə bir rəqəmsal brendi necə izləyəcəyinizi və bu rəqəmsal brendin layihəsini necə işlədikdən sonra nəticəyə çevirəcəyinizi qısa olaraq videonun daxilində danışacağam. İlk öncə baxacağımız məsələ hazırda hansı mərhələdə olmağımızdır. Çünki əgər mərhələmizi bilməsək, necə bir yol xəritəsi çıxarda biləcəyimizi bilməyəcəyik. Eyni zamanda layihə ilə bağlı işlərimizi genişləndirə bilməyəcəyik və yaxud da ki, layihə ilə bağlı işlərimizi apara bilməyəcəyik. Müştərilərimizi, hədəf auditoriyamızı düzgün şəkildə tanıya bilməyəcəyik. Buna görə də ilk öncə hansı mərhələdə olduğunuzu seçməyiniz olduğu qədər vacibdir. Ola bilər ki, bir çoxunuzun artıq rəqəmsal olaraq bir brendi var və yaxud da ki, fiziki olaraq bir brendi var, sadəcə onu rəqəmsal dünyada görünür etmək istəyir. Bu müddət içərisində baxacağımız bəzi meyarlar var. Öncəliklə yol xəritəmizin olmaması. Əgər bir çoxunuzun yol xəritəsi yoxdursa, bu artıq plansızlıq deməkdir. Yəni planımız olmadan hansısa bir rəqəmsal brendi və yaxud da ki, rəqəmsal işə aparmağa çalışırıq deməkdir. İkinci olaraq layihələrimizin çox geniş olması məsələsi ki, bu bir çoxumuzun əslində problemidir. Ağlımızda çox ideya var, çox fikir var. Bunu çalışdığımız qədər daraltmalıyıq. Öz layihəmizi çalışdığımız qədər daraltmalıyıq. Bununla bağlı da birazdan danışacağıq sizlərlə. Üçüncü olaraq isə müştəri kimdir? Bununla bağlı bir məlumatı yoxdur. Bu isə hədəf auditoriya hissəsinə girir. Ümumiyyətlə, hədəf auditoriya bizim satacağımız insanlar deməkdir. Bizim məhsulumuzu və yaxud da ki, xidmətimizi satacağımız insanlar deməkdir. Bu ola bilər ki, həmin şəxslərin yaş kateqoriyaları, bu ola bilər ki, həmin şəxsin cinsi, bu ola bilər ki, onların maraqları, bu ola bilər onların davranışları. Bunların hər biri müştərilərimizin kim olduğunu seçmək deməkdir. Bəzilərimiz ola bilər ki, bütün müştərilərə xidmət satmaq istəyir və yaxud da ki, məhsul satmaq istəyir. Bu olduğu qədər səhv düşüncələrdən biridir. Hər kəsə satılan məhsul heç kəsə satılmamaq deməkdir. Buna görə də düzgün şəkildə müştərilərimizin kim olduğunu və hədəf auditoriyamızı seçməliyik. Dördüncü olaraq isə qarışıq sosial media yanaşmasının olması məsələsidir ki, qarışıq olaraq sosial mediada paylaşımlar fikirləşirik. Kontentlərimiz yoxdur. Ümumi olaraq nə paylaşacağıq, bir məlumatımız yoxdur və bununla bağlı heç bir iş görmürük. Bu artıq qarışıq sosial media yanaşması deməkdir ki, bunun üçün də öncəliklə sosial medianı öyrənmək olduğu qədər vacibdir. Rəqəmsal demək və yaxud da ki, rəqəmsal bir brendin yaradılması demək, onun vizual olaraq sosial mediada və yaxud da ki, bəzi sosial media platformalarında aktiv şəkildə iştirak etməsi deməkdir. Bunun daxilində veb-saytda ola bilər, e-maildə ola bilər, bunun daxilində sosial media proqramları və yaxud da ki, platformaları ola bilər. Bunların hər biri rəqəmsal marketinqin ən əsas yönümlərindən biridir. Ola bilər ki, fiziki bir brendiniz var. Fiziki bir brend üçün belə, yəni də rəqəmsal olaraq brendin var olması vacib situasiyalardan biridir. Artıq hazırki dövrdə 90% şirkətlərin hər birinin ilk şirkəti açdıqda etdiyi iş sosial mediasını açmaqdır, sosial mediasını aktiv etməkdir. Buna görə də sosial media yanaşmağımızı da ilk mərhələlərdə həll etməliyik ki, ümumi olaraq kontentlərimiz nə üzrə və kimlərə xidmət edəcək. Və beşinci olaraq isə hədəflər qeyri-realdır. Bu isə addımları sistemsiz halda gətirir. Yəni, hədəfimizi maksimum dərəcədə tutmamaq lazımdır. Real hədəflər qoymaq lazımdır ki, 3 ay içərisində mən bu vəziyyətə gəlib çıxacam və yaxud da ki, 4 ay içərisində, 5 ay içərisində mənim gələcəyim mövqeyi və yaxud da ki, konum bu yerdə olacaq. Buna görə də qeyri-real, sistemsiz hədəflər qoymamaq lazımdır. Çalışdığımız qədər real hədəfləri özümüz üçün yerləşdirəcəyik. Və əsas məsələ, hazırda rəqəmsal bir brendi olmayanlar üçün deyirəm bunu. Ümumi olaraq bir ideyalarınız var deyək ki. İdeyanız var, layihəniz var, ağlınızda çox heç ümumiyyətlə olmayan bir layihə gətirmisiniz və yaxud da ki, ideya gətirmisiniz. Ancaq sizin bir sisteminiz yoxdursa, yəni hazırda saydığımız yol xəritənizin olmaması, layihələrinizin çox geniş olması, müştəri kimdir bilinməməsi, qarışıq sosial media yanaşmağınızın olması, hədəflərinizin qeyri-real olması, bu artıq nəticənin olmamasına gətirib çıxardacaq sizi. Gəlin sizə Fərhadoğlu Media üzərindən qısa bir nümunə göstərim ki, mən özüm Fərhadoğlu Medianı açmazdan öncə brendlərə və fərdlərə SMM olaraq xidmət göstərirdim. Ancaq bunun bir sistemi yox idi və yaxud da ki, sistem daxilində bir brend olaraq getmirdi. Freelancer olaraq bu işi gördükdə fikirləşdim ki, bunu bir brend formasına çevirə bilərəm.
Yəni bir brendin yaranması öncəliklə bir xidmətin və yaxud da ki, insanlara verəcəyiniz ideyanın olması deməkdir. Bu ideya olduqdan sonra sizin ideyanızın nəticəsində bir sistem yaradırsınız və sisteminizdən istifadə edərəkdən bir brend formalaşdırırsınız və yaxud da ki, bir brendi ortaya çıxardırsınız. Fərhadoğlu Media buna nümunədir ki, hazırki vəziyyətdə biz SMM-i bir sistem şəklində aparmağa çalışırıq. Artıq müştərilərimiz və şirkətlərimiz çoxdur, şəxsi brend olaraq işlədiyimiz insanlar çoxdur. Bu artıq bizi gətirib brend anlayışına çıxardır. Buna görə tək ideyanızın və yaxud da ki, fikrinizin olması bəs etmir. Əsasən bizim istifadə edəcəyimiz əsas hissə sistemimiz olaraqdan brend yaratmaq məsələsidir. Gələk bir digər məsələyə ki, artıq %90 insanın problemidir bu ki, ümumiyyətlə rəqəmsal bir brendi varsa belə niyə irəliyə gedə bilmir və yaxud da ki, necə öz rəqəmsal brendini inkişaf etdirə bilmir. Bunun üçün bəzi nöqsanlar və yaxud da ki, bəzi səhvlər var ki, biz bunu daimi olaraq edirik. Öncəliklə sonra görərik məsələsi. Yəni bu işi sonra görərik məsələsi bu artıq plansızlıq deməkdir yenə də. Yəni bir planımız olmadığı üçün sonra görərik prosesini atırıq. İş rejimi ancaq belə getmir. Daimi olaraq task sistemi ilə özümüzə belə task verməyi bilməliyik. Yəni özümüzə daimi olaraq yazmalıyıq ki, həftə içərisində bu işləri görəcəksən. Necə ki şirkətlərdə marketinq rəhbərləri və yaxud da ki digər rəhbərlər, layihə rəhbərləri digər komandaya task ötürür ki, bu işləri görəcəksiniz. Ancaq burada biz tək olduğumuz üçün rəqəmsal bir brend yaratdıq da özümüzün müdiri olmalıyıq. Yəni özümüzə bir task və əmr verməliyik ki, bu işlər bu həftə içərisində və yaxud da ki bu gün içərisində həll olacaq. Sonra görərik hissəsi artıq və yaxud da ki düşüncəsi artıq plansızlıq deməkdir və plansızlıq isə ən sonunda bizi bir brendə gətirib çıxartmır. Daimi olaraq eyni yerdə fırlanacağıq, əgər bir planımız olmasa. Bir digər məsələ bu da olsun, o da olsun məsələsini etmək ki, bir brendimiz var deyək ki, rəqəmsal olaraq. Bu rəqəmsal brendin daxilinə bütün xidmətləri əlavə etmək istəyirik biz. Bu artıq qarışıqlıq deməkdir və hədəf auditoriyanızı tanımamaq deməkdir. Əgər ki, sizin hədəf auditoriyanızın maraqları SMM üzrə xidmət almaq istəyənlərdirsə və yaxud da ki, sizin hədəf auditoriyanız freelancer kimi iş axtarırlarsa, bu artıq sizin seçdiyiniz tək bir sahə sistemidir. Ancaq fikirləşin, Fərhadoğlu Media olaraq biz SMM-dən əlavə fərqli bir xidmət göstəririk. Ümumiyyətlə heç media və yaxud da ki, sosial medianın daxilində olmayan bir xidməti göstəririk. Bu artıq bizi nəyə gətirib çıxardır? Bir sistemimizin yeni olmamasına, yenə bir planın olmamasına və o plan əsasında getməməyə gətirib çıxardır. Yəni mövzunun əslində bütün bağlandığı nöqtə plan məsələsidir. Necə ki planımız yoxdur, deməli ki bizim hədəf auditoriyamız yoxdur. Necə ki bir planımız yoxdur, deməli ki biz bir sistem əsasında getmirik. Yəni plan bütün işlərin əsasıdır ki, əsasən bizim öncəliklə etməli olduğumuz iş bir planımızın olmasıdır. Plan əsaslı getməyimizdir bütün hədəflərimizə doğru. Hədəfimiz olmalıdır ki, daha sonrasında ona uyğun olaraq bir plan qura bilək. Bir digər məsələ hər kəs üçün etmək istəyirəm. Yenə hədəf auditoriyaya bağlanır. Yəni mənim yaş kateqoriyam yüksək yaş kateqoriyalarda olsun, aşağı da olsun, orta da olsun və s. Bunlar artıq qarışıq hədəf auditoriya sistemidir ki, rəqəmsal marketinqdə və yaxud da ki, rəqəmsal brendləşmədə belə bir hədəf auditoriya olmur. Gəlin sizə bir misal göstərim. Məsələn, bank şirkətləri. Bank şirkətlərinin hədəf auditoriyası demək olar ki, uşaqdan böyüyə qədər keçərlidir. Yenə də 18 yaşdan başlayır, ancaq uşaqdan böyüyə qədər yenə də götürə bilirik. Ümumi olaraq meta reklamlanmasında belə bir proses var. Orada biz seçdikdə yaş kateqoriyalarını seçirik və 18 yaşdan 65 yaşa qədər və onun üstü olaraq seçə bilirik meta reklamlarında. Ancaq meta reklamlarını verdikdə bəzi kampaniyalarımız olur ki, bunları çalışdığımız qədər daraltmağa çalışırıq. Yəni biz əslində öz layihəmizdə bir metada reklam verirmiş kimi daraltmalıyıq ki, əlimizdə düzgün planlanmış və düzgün sistemli bir iş qalsın. Məsələn, gəlin belə baxaq, bir bank şirkəti götürək. Bank şirkəti 50 yaşdan yuxarı şəxslər üçün bir kredit xidməti və yaxud da ki, kreditlə bağlı bir şans yaradır. Faizsiz kredit verir. Belə bir kampaniya yaradır bir bank şirkəti. Biz bunun üçün bir reklamlama etdikdə və yaxud da ki, reklamlarını hədəfləməsini etdikdə, hədəf auditoriyasını seçdikdə 50 yaşdan yuxarı olaraq seçirik. Artıq 50 yaşdan yuxarı şəxslərin sosial mediada qarşısına çıxmağını istəyirik bunun. Çünki bizim kampaniyamız 50 yaşdan yuxarı olan şəxslər üçündür. Belə fikirləşək, 18 yaşdan 60 yaşa qədər biz götürüb bu hədəfləməni qoysaq, bizim əlimizdə real müştərilər olmayacaq. Yəni daxilində 30 yaşda olacaq, 35 yaşda görəcək bizim reklamımızı və bu bizi real müştəriyə gətirib çıxartmayacaq.
Ancaq 60 yaşdan yuxarı olaraq seçdikdə və yaxud da ki 50 yaşdan yuxarı olaraq seçdikdə biz real müştərilərə gəlib çatacağıq. Bunun bir də digər kampaniya metodu var ki, 2 dəfə ikili reklamlama və yaxud da ki ikili hədəfləmə etdikdə bir kampaniya üçün həmin şəxslərin uşağı yaşındakı insanları seçirik. Yenə 50 yaşındakı adamın bir uşağını fikirləşdikdə, məsələn deyirəm 25-30 yaşı varsa, indi dəyişir bu təbii ki, 25 yaşı varsa, 25 yaşındakı insanın qarşısına 20-dən məsələn 30-a qədər bir meyar seçərəkdən hədəf auditoriyamızı seçirik biz burada. Ancaq biz burada götürüb yenə 18-65 plus etsək, yenə bizim orada hədəfləməmiz səhv olduğu üçün real müştərilərin qarşısına gedib çıxa bilməyəcəyik və yaxud da ki, real olaraq bir satış edə bilməyəcəyik. Buna görə də hər kəs üçün etmək məsələsi olduğu qədər səhv düşüncələrdən və yaxud da ki, fikrimizdə formalaşan səhv düşüncələrdən biridir. Bir digər məsələ qarışıq paylaşımların olunması məsələsidir ki, bu artıq vizual kimliyə, yəni bir brendin vizual kimliyinə gedir. Bizim brendimizin bir vizual kimliyi yoxdursa, bu o deməkdir ki, bizim bir brendimiz yoxdur. Çünki vizual kimliyi əsasən bir brendin vizit kartı kimidir. Sosial mediaya ilk girdikdə müştəri bir neçə saniyə içərisində qərar verərəkdən sizin səhifənizdə ya qalır, takip edir və yaxud da ki, ümumiyyətlə sizin səhifənizdən çıxır və yaxud da ki, ümumiyyətlə sizin səhifənizi xatırlamır. Ancaq qarışıq paylaşımlar etmədən, sırf bizim hədəf auditoriyamız üçün paylaşımlar etsək, eyni zamanda hədəf auditoriyamızdan əlavə olaraq vizual kimliyimizi də formalaşdırsaq, artıq bu prosesin sonunda deyə bilərik ki, bizim brendimiz satışa aparan bir profilin qurulması deməkdir. Yəni bir satışa aparan profili qurmaq üçün biz bu meyarlardan istifadə edirik ki, qarışıq paylaşım yerinə vizual kimliyi olan bir paylaşım edə bilək. Bu 4 meyar əslində irəliləyə bilməməyimizin ən əsas məsələlərindən biridir və dediyim kimi 90% insanın əslində fikri bunun üzərinə olduğu üçün bir layihə çıxarda bilmir və yaxud da ki, layihəsini həyata keçirdə bilmir. Və yaxud da rəqəmsal bir brendi varsa, fiziki bir brendi varsa, bunu rəqəmsala apara bilmir. Bunun daxilində dediyimiz kimi vizual kimlik var, bunun daxilində hədəf auditoriya məsələsi var, bunun daxilində hədəfinizin daraldılması məsələsi var ki, bu artıq layihəni daraltmaq deməkdir. Bunun üçün də bəzi metodlar var. Bəs ümumiyyətlə, doğru başlanğıcı necə etməliyik? Doğru başlanğıc necə olmalıdır? Bunun üçün 4 əsas sütunu qoymuşam sizlər üçün. Fərhadoğlu medianı qurduqda mən bu 4 əsas meyardan istifadə etmişəm. Birincisi dəqiq layihə seçimidir. Bizim ümumiyyətlə layihəmiz nədir? Məsələn, Fərhadoğlu media layihə olaraq baxılanda nə mediasıdır? İnsanlara marketinq xidməti göstərən, sosial media xidməti göstərən, eyni zamanda daxilindəki akademiya ilə tələbələrə sosial media təlimləri verən, rəqəmsal markalaşma təlimləri verən və yaxud da ki, digər təlimləri verən bir platformadır. Bu artıq mənim bir layihəmdir. Vizual kimliyi hazır olmuş bir layihəmdir. Buna görə də dəqiq olaraq bir layihə seçmək olduğu qədər vacibdir. Bir digər məsələ layihənin daraldılması və fokuslanması məsələsidir ki, bu birazdan sizə bununla bağlı məlumat verəcəm. Layihənin ümumiyyətlə daraldılması nə deməkdir? Bayaq danışdığımız kimi hədəf auditoriyanın daraldılması, necə ki, yaş meyarlarını daraldırıq və yaxud da ki, bizim xidmət göstərdiyimiz cinsiyyət kateqoriyasını daraldırıq. Bu da layihənin daraldılması əslində deməkdir. Bununla bağlı da birazdan danışacağıq. Bir digər məsələ isə brend müştəri modelinin qurulması məsələsidir. Bizim brendimizin müştəriləri kimlərdir? Kimlərə xidmət göstərəcək? Məsələn, gəlin qadınlara məxsus bir brenddən danışaq. Victoria's Secret-in özündən məsələn gəlin götürək. Victoria's Secret əsasən qadınlara xas bir brend olaraq gedir. Yəni ağlımıza gələndə Victoria's Secret bir qadınlarla bağlı olan bir brend olaraq fikrimizdə formalaşır. Çünki belə mövqeləndirilir bizdə. Və burada artıq o brend müştəri modelini qurduqları üçün və hədəf auditoriyasını daraltdığı üçün bizim beynimizdə mövqelənən yeri də əslində budur. Bir digər məsələ satışa çıxan yol xəritəmizin olması məsələsidir. Bunu isə mən hər zaman 4 struktura ayırıram ki, ilk öncə bizim bir brendimiz var olmalıdır. Daimi olaraq dərslərdə deyirəm. Əgər izləyənlər varsa, anlayacaqlar məni. Hər bir brend üçün ümumiyyətlə var olma məsələsi önəmlidir. Bir brendi öncəliklə var edirik, daha sonrasında biz onu əlaqələrini yaradırıq. Gəlin belə fikirləşək, mən brend yaratmağı bir insan yaranması və yaxud da ki, insanın dünyaya gəlməsi ilə bağlayıram. Çünki bir brend də əslində insan olaraq formalaşır, insan kimi böyüyür. Gəlin belə fikirləşək, bir uşaq dünyaya gəldikdə onun heç bir danışıq qabiliyyəti yoxdur, heç bir düşüncə qabiliyyəti yoxdur. Bu artıq bizi nəyə gətirib çıxardı? Bir brendin
vizual kimliyinin olması məsələsinə. Yəni bir uşaq dünyaya gəldikdə onun sadəcə vizual olaraq gözü, qaşı və yaxud da ki, rəngi olaraq. Bir brend də bunun kimidir. Var olma məsələsində onun öncəliklə vizual kimliyini tamamlamaq lazımdır ki, onun loqosudur, rəngləridir və yaxud da ki, onun şriftləridir, postlarının vizualıdır. Bunların hər biri onun var olması məsələsidir. Yəni bir uşağın dünyaya gəldikdə dediyimiz kimi üz olaraq, göz olaraq, qaş olaraq bunların formalaşması var olması deməkdir. Artıq bir digər mərhələdə biz əlaqələrin qurulması deyirik ki, brendin öncəliklə əlaqələri qurulmalıdır. Uşaq tərəfindən fikirləşəndə uşağın ətrafında dayısı, xalası və yaxud da ki, atası bunlar olduğu üçün onlarla əlaqə quraraqdan danışıq qabiliyyəti inkişaf edir və yaxud da ki, çevrəsi genişləndirilir. Əlaqələr yaradaraqdan çevrə genişləyir. Bu da brend üçün çox önəmlidir. Çünki brendin çevrəsi olmadan və yaxud da ki, müştərisi olmadan bir brendə çevrilə bilməz heç vaxt. Belə fikirləşin, hansısa bir brend olaraq sizin beyninizdə formalaşıb, mövqeylənib, ancaq onun heç bir müştərisi yoxdur. Bu təbii ki, brend sayılmır. Ona görə düzgün şəkildə əlaqələr quraraqdan müştərilərə çatmaq və müştərilərimizin daxilində onu brendə çevirmək lazımdır. Yəni, 3-cü mərhələdə bizim əsasən brend məsələsi gəlir. Brendləşdikdən sonra 4-cü mərhələdə biz pul və düzənlik gəliri artıq fikirləşirik. Bir çoxumuzun səhvi nədədir? İlk etaplarda və yaxud da ki, ilk başladığı anlarda, yəni var olma məsələsində, birinci dediyimiz meyarda pul və düzənlik gəliri düşünür. Deyir ki, mən indidən etibarən pul qazanmalıyam. Amma ilk vaxtlardan pulu fikirləşdikdə hələ brend olmamışıq, hələ əlaqələrimiz qurulmayıb, heç bir vizual olaraq varlığımız belə yoxdursa, heç bir satış edə bilməyəcək və yaxud da ki, düzənli bir gəlirimiz olmayacaq. Fəxridoğlu Media üzərindən yenə gedəcəm. Fəxridoğlu Medianı mən 1 ildən çox da artıq aktiv olaraq işləyirik, ancaq 7 ay içərisində, ilk 7 ay içərisində heç bir satış etməmişik. Nə seminarlarımızda, nə akademiyanın daxilində, nə də ki, bir çox müştərilərimizin işlərini pul qarşılığında etməmişik. Buradakı məqsəd isə əlaqələrin qurulması, networkingin aparılması məsələsidir. Həm özümüzü inkişaf etdiririk, həm də əlaqələrimizi yaradırıq, çevrəmizi genişləndiririk. Artıq bir müddət sonra müştəri ilə qurduğumuz əlaqənin nəticəsində müştəridən gələn müştəri məsələsi var brendlərdə. Ki, bir müştərinin işini görürsünüz, ona verdiyiniz keyfiyyətin nəticəsində yeni bir müştərini sizə yönləndirir. Bu artıq düzgün şəkildə əlaqələrin qurulması məsələsidir. Bunun üçün də o dediyimiz sonuncu mərhələ satışa çıxan yol xəritəsini o 4 meyar əsasında qurmaq lazımdır. Məsələn, gəlin Nike firmasından götürək. Nike firmasının ümumi olaraq kontentlərinə baxıldıqda və yaxud da ki, satışlarına baxıldıqda ilk vaxtlarda sırf motivasiya üzərinə qurulmuş kontentlər görürdük. Yəni ki, insanları ilhamlandırıcı kontentlər işləyirdi. Onları motivasiya verəcək kontentlər işləyirdi və bütün kampaniyaları da bunun üzərinə idi Nike firmasının. Ancaq Nike firması artıq layihəsini seçib, kontentini seçib, gördüyünüz kimi tək bir hədəf auditoriyası var ki, sadəcə idmançılara mən xidmət göstərəcəm. Hazırki vəziyyətdə isə idmanla bağlı bir brend fikirləşdikdə ağlımıza Nike kimi, Adidas kimi və yaxud da ki, Puma kimi firmalar gəlir. Bu, həm onların vizual kimliyi üçündür, həm də işlədikləri kampaniyalar üçündür. Yenə gördüyünüz kimi Nike firmasının kampaniyasını görürsünüz. Kampaniya bacarıqla bağlı, motivasiya ilə bağlı olan bir kampaniyadır. Bu isə yenə dediyim kimi, o layihəni daraltdığı üçün və hədəf auditoriyasını bildiyi üçün etdiyi strategiyalardan biridir. Və ümumiyyətlə, gəlin baxaq görək layihə daraltma metodu nədir? Ümumiyyətlə, layihə daraltma metodu geniş ideyanın içindən ən gəlirli hissəni seçmək və onu konkret ölçülə bilən, satıla bilən modelə çevirmək prosesidir. Layihəmizi hədəf kütləyə uyğunlaşdırmaq, bir cümləli təqdimat və sloqan yaratmaq, bu artıq layihəni daraltmaq deməkdir. Yəni ki, burada nədən danışdıq? Geniş ideyamız var. İdeyamız genişdir, bir çox xidmətlər göstərmək istəyirik və s. Ancaq buradan ən gəlirli hissəni və hazırda aktiv olan, insanların ehtiyacı olan hissəni seçib, daha sonrasında onu konkret, ölçülə bilən və satıla bilən bir modelə çevirmək məsələsidir. Layihəni daraltma metodu. Philip Kotler'in bir dənə kitabı var, A-dan Z-yə pazarlama. Orada brendlə bağlı belə bir yanaşma var. Deyir ki, əgər ki brendiniz dünyanı dəyişmirsə, deməli ki, sizin brendiniz brend deyil. Yəni ki, dünyada bir dəyişiklik yaratmayacaqsa bizim brendimiz, digər brendlərdən fərqləndirəcək bir hissəsi yoxdursa brendimizin, deməli ki, bizim brendimiz brend sayılmır. Gəlin belə fikirləşək, Apple firması və yaxud da ki, ümumi olaraq telefon firmaları olmasaydı, həyatımızda nələr dəyişərdi? Sosial media olmazdı, kontent yaradıcıları olmazdı, əlavə olaraqdan şirkətlərin vizual kimliyi olmazdı,
reklamlar olmazdı, reklam üzərindən gəlir əldə etmək olmazdı. Bir digər məsələyə baxıldıqda insanlarla əlaqə formalaşmazdı, insanlarla əlaqə qurulmazdı, marketinq inkişaf etməzdi və ümumiyyətlə rəqəmsal marketinq anlayışı olmazdı. Görürsüz, ümumi olaraq bir telefonun yaradılması, bir telefonun çıxardılması, bunu bir brendə çevirmək bizi hara gətirib çıxardı? Ümumi olaraq dünyanın dəyişməsinə gətirib çıxardı. Yəni əslində Philip Kotler'in orada bizə başa salmaq istədiyi məsələ də odur ki, əgər ki brendimiz dünyanı dəyişmirsə, deməli ki o brend sayılmır. Məsələn, Apple firmasının ümumi olaraq istifadə etdiyi bir strategiya var, kampaniya var. O boyda məhsulları var Apple firmasının fikirləşəndəki MacBookları var, Apple Watch'ları var və yaxud da ki digər məhsulları var. Ancaq Apple şirkətinin sosialda istifadə etdiyi, rəqəmsalda istifadə etdiyi tək bir kampaniyası var ki, o da iPhone məhsulu üzərinə fokuslanıb. Ümumi olaraq kampaniyanın daxilində iPhone-la çəkilmiş şəkil və videoları götürürlər. Daha sonrasında bunu vizual olaraq öz sosial medialarında paylaşırlar. Bu artıq bir kampaniyanın ortaya çıxması deməkdir. Və Apple şirkəti sadəcə bir məhsul üzərinə fokuslanaraq bunu edir. Bu nə deməkdir? Ümumiyyətlə ən çox satış etdiyi hissəni seçməsi deməkdir. iPhone-la Apple şirkəti daha çox satış edir. İldə bir dəfə çıxardaraqdan ən böyük gəlirini iPhone üzərindən aparır. Yuxarıda nədən danışmışdıq? Geniş ideyanın içərisindən və yaxud da ki, geniş məhsulların içərisindən ən gəlirli hissəni seçərəkdən kampaniyamızı onun daxilində etməliyik. Apple şirkəti də bu strategiyadan istifadə edərəkdən digər bütün məhsullarını kənara qoyur və rəqəmsal olaraq göstərdiyi tək bir məhsulu iPhone məhsulunun çəkimləri ilə bağlıdır. Yəni kampaniyası iPhone məhsulunun çəkimləri ilə bağlıdır. Ümumiyyətlə, bugünün sonunda əsasən biz nəyi öyrəndik? Layihəmizin olub da, ideyamızın olub da, onu bir sistemli hala salmamağımızın məsələsi, layihəmizi daralda bilməməyimizin məsələsi və sosial mediada fiziki olaraq olan bir brendin belə rəqəmsal olaraq necə formalaşa biləcəyi ilə bağlı qısa bir məlumat paylaşdım sizlərlə. Artıq bugünün sonunda sizlərə tövsiyəm sadəcə rəqəmsal olaraq bir vizual kimliyi olan ideyanızı yaratmağınızdır. Bu onun logosu ola bilər, bu onun şriftləri ola bilər, bu onun rəngləri ola bilər, bu onun vizual olaraq kimliyi ola bilər. Bugün danışdığımız bir çox meyar yəni. Və yaxud da ki, bir kampaniyası ola bilər ki, bu artıq sizin layihənizi daraltmağınız deməkdir. Yəni, bugünün sonunda ümumi olaraq nə etməlisiniz? Öncəliklə özünüzə bir layihə yaradın, bir kampaniyanızı işləyin, eyni zamanda həmin layihənizin vizual kimliyini yaratmağa çalışın. Yaddan çıxartmayın ki, ən uğurlu sahibkarlar belə və yaxud da ki, CEO-lar belə, girişimcilər belə nə ən ağıllıları idi, nə də ki, ümumi olaraq bunları bilən insanlar idi. Sadəcə düzgün şəkildə sistemləri olan, hədəf auditoriyasını düzgün şəkildə bilən və plan əsaslı işləyən insanlardır bu sahibkarlar. Hər biriniz bir layihə işlədikdən sonra açıqlama bölümündə yerləşdirdiyim Instagram səhifəmə və yaxud da ki, Fərhadoğlu Medianın nömrəsinə öz layihələrinizi göndərməyi yaddan çıxartmayın. Qısa bir zaman içərisində mən özüm birəbir təhlil edərəkdən sizlərə geri dönüş edəcəm. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizə uğurlar. Görüşənədək.